BMW N20 ən yaygın problemlər. Birinci və ən bahalı risk. Timing chain, vaxt zənciri və oil pump drive chain, yağ pompası zənciri. N20-də bu mövzu o qədər realdır ki, BMW bununla bağlı 7 il 70 min mil uzadılmış coverage sənədləri yayımlayıb. Soyuq startda cıqqıltı, incə vıyıltı eşidirsənsə, ciddi yanaş. Həll. Diaqnostika üstəgəl servis tarixçəsi. Şübhə varsa, zəncir kit, üstəgəl yağ pompası zənciri paket yenilənir. İkinci klassik problem. Electric water pump, elektrik su pompası və thermostat map termostat. Fan həmişə yüksəkdə işləyirsə, engine temp xəbərdarlığı gəlirsə, gecikdirmə. Həll. Sızma varsa tap. Çox vaxt pompa, üstəgəl termostat birlikdə yenilənir və sistem düzgün bilit olunur. Üçüncü. Brake vacuum pump, əyləc vakum pompası. BMW recall məktubunda yazır ki, yağ sızması, vakum xətti çirklənməsi, power brake assist, əyləc gücləndiricisi zəifləməsinə qədər gedə bilər. Həll. Recall status yoxla. Pedal ağırlaşıbsa və ya sızma varsa, pump/hose yenilənir. Dördüncü. Səhər startda blue smoke, mavi tüstü. BMW bunun üçün ayrıca bültenlə Turbo Oil Feed Line, turbonun yağ xətti üzrə uzadılmış coverage qeyd edir. Həll. Yenilənmiş Oil Feed Line, check valve dizaynı qoyulur. Yağ intervalını çox uzatma. Alanda yoxla. Soyuq start səsi, yağ sızması, coolant izi, OBD kodları, servis tarixçəsi. Model adına yox. VIN, motor kodu.